Ramazan ayı yalnız ibadət dövrü deyil, həm də insanın həyat tərzini dəyişdirən, onu fiziki və mənəvi baxımdan inkişaf etdirən xüsusi bir zamandır. Bu ay ərzində tutulan oruc insanın səbirli olmasına, nəfsinə nəzarət etməsinə və həyatın dəyərini daha yaxşı anlamasına kömək edir. Orucluğa öyrəşmək isə mərhələli prosesdir. İlk günlərdə aclıq və susuzluq hissi çətin görünə bilər. Lakin düzgün sahur və iftar rejimi bu prosesi asanlaşdırır. Yüngül və balanslı qidalar seçmək, kifayət qədər su içmək, yuxu rejimini qorumaq bədənin uyğunlaşmasına kömək edir. Bir neçə gündən sonra orqanizm yeni rejimə alışır və insan özünü daha enerjili hiss edə bilər. Siz daha sakit, daha paratkada, necə deyim, səliqəli bir həyata gətirir. Yəni hər şey qaydasında olur. Yəni yenə də namaz qılırsan, orucunu tutsan yalan olmur. Necə deyim sizə? Yəni belə də düzgün bir həyat yaşayırsan. Ramazan ayı özü bərəkəti, bağışlanmağı, rəhməti ilə bizlərə üz tutub və həqiqətən də əgər biz bu aya çox diqqətli olsaq, sadəcə oruc tutmaqla keçirməsək, oruc Ramazan ayının bir hissəsidir. Əlbəttə onun fəzilətləri çoxdur. Ramazan ayına düşünürəm ki, əgər diqqətli yanarsaq, çox böyük faydalar götürə bilərik. Həqiqətən də böyük bir fürsətdir bizə. Ona görə çox istərdim ki, hər birimiz bu aydan maksimal dərəcədə faydalanaq, özümüzü inkişaf etdirməyə, dəyişməyə çalışaq. Allah hamın orucunu qəbul eləsin. Qanunumuzdur da, Allah Taala'nın buyruğu da yerinə yetiririk. Allah oruç tutanların hamısının dualarını qəbul eləsin. Duaları eləyirik. Sağlamlığa kömək olur. Sevinirik, oruç tuturuq, çalışdığımız qədər istəyirik ki, biz də bu yolda olaq. Allah bütün oruç tutanların orucunu qəbul eləsin.